Hamza salam dostlar. Bugün evimi birebir değiştirdim dostlar. Çok qəşəng elədim evi. Birazdan içini gəzdirəcəm sizə. Balkonunu elədim. Tez evimə balkon elədim. Qapısını qırmışam evin. Evə bir dənə qapı əkləyək. Qapını əklədiyimizə görə evimiz evet dostlar 2 dəqiqəyə ben bir tane taxta götürüm. Haydi de qapın səhv taxtadır. Bu taxtadan götürüb bir də ki bu qapıdan götürürəm dostlar. Hansı qapı yaxşıdır? Bu yaxşıdır. Buranı ört, bura qapını qoy. Ha. Oldu. Dostlar evimin çöldən baxışı səhv qoymuşam bu dala koymalıyam. Ne. Ay ne qarramalı. Belə də pis oldu. Qabağa koyayım ya da. Bunu belə eləyirəm dostlar. Buranı da bağlayıram. Ha dostlar çok geç oldu. İndi sizə içini gəzdirəcəm. İçini gəzdirmədən qabaq alt tərəfdən like atıp abone olmayı unutmayın dostlar. Evimə balkon eləmişəm dostlar. Bu evimin balkondur dostlar. Bura balkondur. İndi evimin içini gəzirik. Yavaştan da axşam olur. Evimin içine girək dostlar. Yavaş giririk evimin içine. Buranı bağlayırıq. Bura kunadır. Normal. Burada xəritəm var. Bunu hamı bilir. Dostlar burada var. Bu da var. Hamı bilir. Yani çok şey göstereceğim dostlar. Hiç lazımdır. Akşam oldu. Ben bir yatım. Sabah olsun göstereceğim dostlar. Sabah olsun. Siz de alt taraftan like atıp abone olmayı unutmayın dostlar. Dəstəkləriniz çok vacibdir. Həqiqətən də dəstəkləriniz çok vacibdir. İndi ne oldu? Akşam olmadı. Yasak da. Bir de akşam. Oldu. 2 saattir. Yatırıq dostlar. O pencere nedir? Neler deyir ha bu? Durduq. Becədə əl-yüzümüzü yuyaq. İndi durduq yala. İndi tualetdə belədir də bilirsiniz. Belədir tualet. Tualetə neçə vaxtdır girmirəm. Bu da əl-yüz yumaqdır. Burada krantda əl-yüzünü yuyursan. Və əsas ana gələk dostlar. Mən bura YouTube otağı eləyəcəm. Burada isə balkondur dostlar. Balkon çöldən gördük zaten. Ora baxmağa ehtiyac yoxdur ya da baxaq ya da. Onsuz da çoxumuz. Buranı dizayn eləyəcəm. İçinə stol zat qoyacam. Başka şeyler de koyabilirim. Başka ne koyursamsa onu yoruma yazın. Ben de yorumlarda bakıp koyabilirim dostlar. İndi keçək o bura. Əsas ana. İndi dostlar sizlərlə bir yerdə bura oyun otağımı eləyəcəm. Oyun otağım. Bura balkondursa oyun otağım da yoxdur. Ona görə oyun otağımı da bu tərəfə eləyə biləcəyimi düşünürəm. Balacadır amma idarə olsun. Əsas odur ki oyun otağım olsun yəni dostlar. Yəni indi oyun otağımı yavaş-yavaş eləməyə başlayıram. Oyun stollarımızdan ən qəşəyi dostlar, ən qəşəyi. Mənim oyun stollardan ən sevdiyim oyun stolu budur dostlar. Bu oyun stolu çox qəşəngdir. Dükkanda alsanız bu oyun stolu 200 manat civarındadır. Bura qoyuram. Ama çok da balaca olacaq o video çəkmək otağım. Nəysə olsun idarə eləyər. İndilik idarə eləyəcəyik dostlar. Video çəkəndə.
Burada stollarımızı koyaq, stollarımızı. Ama o birisinden biraz çok stolumuz var. Ama hiçbir şey dəyişmir dostlar. Nə fərq eləyir? O çoxdur, bu çoxdur. Əsas odur ki, yer fərqi hansı harda böyüdüsə kompüterimizi də götürək. Monitorumuzu götürək, bura qoyaq. Hə. İndi arka cihazı götürəcəm. Arka cihaz hardadır? Arka cihazlar. Aha. Bu da arka cihazdır dostlar. Arka cihazda belədir. Burada nəsə qoyaram da, yeməkdən zaddan qoyaram. Zarfat edirəm. Kompüter işlədəndə yemək olmaz dostlar. Ona görə də ora bir mouse koyacağım, siçan koyacağım oraya, siçan. Yani bilirsiniz de ne demek, mouse, yani siçan demek de. Siçandan da koyayım oraya. Harda da kompüter siçanı. Kompüter siçanı harda da la. Var idi kızıl renkte. Hara itti, kızıl renkte var idi. Dostlar tapdım kızıl renkte. Mouse bura koyuram. Mouse'umuzu. Burada dostlar təzədən evimi tanıtacağım sizə. Ən aşağıdan evimi sizə tanıtacağım. Bura balkon idi hə. Evim məncə çox qəşəng oldu dostlar. Bir yataq sabah olsun. Sabah baxar evi göstərərəm sizə dostlar. Çok qəşəngdir. Bunu hara koydum? Bunu hara koyacağım? Bunu da dostlar, bunu hara koyma? Bunu neyse elimdə qalsın. Mən indilik yatım, sabah evi sizə təzədən tanıtacağım dostlar. Çünki hər şeyini elədim. Her şeyini elədikdən sonra təzədən tanıtacağım ki, düzgün əməlli evi tanıyın. Biraz hava qaralsın, sabah da elə bir sabahdır. Hava qaralıqdır. Neyse sabah olsun, yağış yağsın. Yağışda da göstərə bilərəm. Evin içini. Çöldən içini gəzəcəyik dostlar. Çöldən içinə girəcəyik. Dostlar buranı creeper partlatmıştı. Neyse buranı düzəldərəm. Sonra düzəldərəm. İndi ən vacibdir ki, evi göstərmək. Ev çöldən belə görsənir dostlar. Burada balkonu var. Balkonu çöldən görsənir. Onu da görsənməlidir. İndi evin içini sizə tanıtacağım. Evin içini elədim. Evin hər dizaynı elədikdən sonra təzədən tanıtıram. Çünki evin hər şeyini elədim. Bura kuxnadır. Kino yerdə partlamışdı. Onu düzəldərik sonra. Ən birinci tualet. Burada əl üzümü yürü. Krantdır. Bu da tualetdir. Elə başa düşəcəksiniz buranın nə oldu. Bu da krantda əl üzümüzü yuyuruq. Sonra bura yataq otağıdır. Burada yatıq dostlar. Bura balkon dostlar. Bura balkondur. Bir yax göstərdiyim kimi bura balkondur. Bura isə oyun otağımdır. Burada videozat çəkəcəm mən dostlar. Oyun otağım da buradır dostlar. Burada otururam. Videolar zatdan çəkirəm. Video demişkən mənim kanalım Yusif Qurbanlı kanalıma da like atıp abone olmayı unutmayın dostlar. Ne olur dəstəkləriniz çox vacibdir. 100 abunəçi keçməliyik. 100 abunəçini keçəndən sonra sürpriz bir video çəkəcəm. O videoya da baxa bilərsiniz. Ona görə də hamıya deyin, hamı abunə olsun mənim kanalıma. 100 abunəçi olan kimi sürpriz bir video çəkəcəm. Neyse dostlar, bir videonun da sonuna gəlib. Bu videoda evimi təzələdim. Çox qəşəng bir evim oldu. Evim onsuz da var idi. Evimi təzələdim. Çox qəşəngdir. İçsiz adı. Balkon da var. Əvvəl balkon yox idi mənim evimdə.
Neyse bir videonun da sonuna gələk dostlar. Bu videoda beləydi. Yəni çox qəşəng bir videoydu. Bu videoya da like atıp abone olmayı unutmayın. Dəstəkləriniz çox vacibdir. Sağ olun, var olun.